Yanvarın 25-də ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə bəzi bölgələrdə səhər saatlarında zəif duman və az çiskin müşahidə oluna bilər. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bulutlu olacağı, gün ərzində ara bir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman və çiskin ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin gün ərzində ara bir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə saatlarında 1-4 dərəcə isti, gündüz isə 5-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa qədər yüksələcək ki, bu da havanın nisbətən sabitləşəcəyindən xəbər verir. Nisbi rütubət gecə və səhər saatlarında 70-80%, gün ərzində isə bir qədər azalaraq normaya yaxınlaşacaq. Regionlarda da əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin ayrı-ayrı yerlərdə səhər saatlarında duman müşahidə oluna bilər. Dağlıq ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Ümumilikdə bazar günü hava şəraiti əhali üçün əlverişli olacaq, lakin səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.